Sualla davam edək. İkinci il qərarlaşdırdı ki, başqalarına başa salmaq üçün özü hələ daha artıq biliyə möhtacdır. Nümunəyə əsasən doğru fikirləri seçin. Təsriflənməyən feil tərkib əmələ gətirmişdi, düzdür. Başqalarına başa salmaq üçün. 2. Köməkçi nitq hissələrindən biri əsas nitq hissəsi ilə homonimdir. Məsələn, ki, üçün, daha. Lakin bunlar heç bir əsas nitq hissəsi ilə homonim deyil. 2. Səhv fikirdir. 3. Sifətlər ismin sualına cavab verir. Burada sifətlər deyəndə yalnız bir sifət var, o da başqa sözüdür. Yalnız bir sifət isimləşib. Ona görə 3-ü də götürmürsünüz. 4. Təsriflənən feil xəbər şəklində məlum növdədir. Qərarlaşdırdı sözüdür burada təsriflənən feil. Məlum növdədir, bəli, və xəbər şəklindədir. 4-ü götürürük. 5. Zaman zərfi müstəqil cümlə üzvü deyil, xeyr, müstəqil cümlə üzvüdür. Orada hələ sözüdür və hələ sözü müstəqil cümlə üzvüdür. 6. Yönlük hal şəkilçili isim quruluşla düzəltmədir. Burada söhbət biliyə sözündən gedir. Biliyə sözü isə bəli quruluşla düzəltmədir və yönlük hal şəkilçidir. Beləliklə doğru cavabımız 1, 4, 6 C bəndi.